Samux rayonunda Regional İnkişaf İctimai Birliyinin və Samux rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2-ci Ərik Festivalı və Aqrar Biznes Festivalı keçirilib. Festivalda Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri, bir neçə ali təhsil müəssisələrinin rəhbərləri, türk dilli dövlətlərin nümayəndələri, yerli və xarici iş adamları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Festival çərçivəsində qonaqlar Samux rayonunda fəaliyyət göstərən Kasa Agro MMC-nin təsərrüfat sahəsinə baxış keçirib, istehsal olunan məhsullarla tanış olublar. 2-ci Ərik Festivalı və Aqrar Biznes Festivalı ilə əlaqədar olaraq Samux şəhərinin mərkəzi küçə və prospektləri, park və xiyabanları bəzədilib, yerli sakinləri və qonaqların iştirakı ilə bayram paradı təşkil olunub. Samux şəhəri Heydər Əliyev prospektində müasir dizaynda yeni salınan Samux parkında təşkil olunan 2-ci Ərik Festivalı və Aqrar Biznes Festivalında milli mətbəximizin təyyamları hazırlanıb. Fermerlərin yetişdirdikləri ərik məhsullarının meyvəsi, mürəbbəsi və şirələrinin stendlərdə təqdimat olub. Sənətkarların və satıcıların stendləri, ustad dərslərinin təqdimatı, qol güləşi, uşaqlar tərəfindən milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər maraqla izlənilib. Artıq 2-ci ildir ki, Ərik Festivalında iştirak edirik. Rayonumuz üçün ən əlamətdar günlərdən biridir. Hamımız çox sevincliyik. Bu festivalda biz də öz məktəb kollektivi olaraq əl işlərimiz, uşaqlarımızın xüsusi geyimləri ilə bu gözəl gündə iştirak edirik. Deməli, mən eşitmişəm ki, Samukda festival keçəcək, Ərik Festivalı. Dedim ki, babamın məni gətirsin bura. Deməli, mən indi Ərik Festivalındayım. Mənim bura çox xoşuma gəlir. Rəsm əsərlərimizin, sonra düzəltdiyimiz əl işlərimiz var. Hamısını gətirmişik. Ərik şirəsi gətirmişik. Ərik mürəbbələrimizdir, ərik şirələrimizdir, əriklərimizdir. Ərikdən hazırlanmış şirniyyatlarımızı gətirmişik. Bir də əl qabiliyyətləri, şagirdlərin əl qabiliyyətləridir, əriklə bağlı. Samux rayon İnstitut Qəsəbə Tam Orta Məktəbin Bacarıqlı Əllər Dərnəyi olaraq iştirak edirik. Əl işlərimiz, müxtəlif əl işlərimiz var. Qullikdən, maketdən, rəsmlərimiz var. Aqrar Biznes Festivalında kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum və dərmanlar nümayiş olunub. Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi ərik növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, eyni zamanda destinasiyanın agroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir. Respublikamızda Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən rayon Samux rayonudur. Belə ki, rayonun fərdi təsərrüfatlarında fermerlərin tərəfindən 500 hektarda müxtəlif növ əriklər becərilir. Və onu da qeyd etmək istərdim ki, regionun digər yerlərinə nisbətən Samuxda ərik daha tez çıxır. Və bugün Fikir Festivalında elə əsas məqsədi kənd təsərrüfatı məhsullarının tanıdılması və agroturizmə olan marağın artırılmasıdır. Açılış mərasimində çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda kənd təsərrüfatı sahəsinin inkişafı barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda kənd təsərrüfatı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən ilə inkişaf edir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, son dövrlərdə ölkəmizdə müxtəlif meyvələrə həsr olunmuş festivalların keçirilməsi ənənəvi hal alıb. Bu cür kütləvi tədbirlər kənd təsərrüfatı məhsullarına, xüsusilə də mövsümi meyvələrə marağı artırmaq baxımından əhəmiyyət daşıyır. Aqrar Biznes Festivalının keçirilməsinin əsas məqsəd fermerlərimizdən təsisatçı şirkətlər arasında əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Ümumilikdə keçən il ərzində bu biznes festivallarda 8 milyon manatdan çox satış olmuşdu, 2 milyon manatdan da çox güzəştli kreditlər verilmişdi. Ərik festivalı, yəni məhsul festivalının keçirilməsində isə bölgədə yaşayan fermerlərimizin öz təsərrüfatında yetişdirdiyi məhsulun satışına həyata keçirilməsi, həmçinin hər bölgəyə məxsus iqlim hava şəraitinə uyğun olaraq yetişdirilən məhsul haqqında geniş kütlə arasında məlumatlandırmanın həyata keçirilməsidir və ixrac potensialının yüksəldilməsidir. Qeyd edək ki, ölkənin 9 iqtisadi rayonunda 13 bölgəsində məhsul festivalının keçirilməsi planlaşdırılır. Həmçinin ölkənin digər bölgələrində aqrar biznes festivallarının keçirilməsi nəzərdə tutulub.